Bakıda doğulmasından, əyalətdən gəlməsindən asılı olmayaraq, böyük əksəriyyətimiz cəmiyyətdə yer tutmaq üçün çox çalışmışıq, əziyyətlər çəkmişik, ağır günlər yaşamışıq. Belə çətin günlərdə yanımızda çox vaxt xanımlar olub, anılarımız, ömürgün yoldaşlarımız, dostlarımız, qızlarımız olan xanımlar. Bizə dayaq durublar, bizə ümid veriblər, bizi ruhlandırıblar. Görmüşük fədakarlıqlarını, öz-özlüyümüzdə qiymətləndirmişik. Ancaq nədənsə xoş sözlər söyləməyi həmişə təxirə salmışıq, həmişə sabahlara saxlamışıq. Ancaq tənqidə gələndə az qalmışıq dastanlar yazaq. Bir tərəfdən ayrılıq anında bizə tənqidi yanaşmağa cəsarət edən xanımlara Nüsrət Kəsəməllinin şeirləri ilə hücum eləmişik. Getmək istəyirsən, nə danış, nə din, yox ol üfüqlər tək, dumanda, çəndə, nəyimi sevmişdin, deyə bilmədim. İndisə yüz əyib görürsən məndə. Demişik, üsyan eləmişik və dərhal da hücum mövqeyinə keçib, yenə də Nüsrət Kəsəməllinin sözləri ilə sən gərək özünü tanıtmayaydın, mənə bu yüzünü tanıtmayaydın deyib hücum eləmişik. Hərdən çox sevdiyimiz xanımların heyran olduğumuz gözlərində yaddığı görmüşük və Məmməd Arazın sözləri ilə bu yaddığa üsyan eləmişik. Bugün sənin hər gözündə bir gülüş, biri qızğın, biri tutqun, bürkülü. Baxışına yad baxışlar bükülü. İndən belə o gözlərə baxmaram. Demişik, hökm vermişik və nədənsə o sevdiyimiz gözlərdə yad baxışları ayrılıq ərəfəsində görmüşük. Bəzən də heç ayrılmadan yanımızdakı xanımları İsa İsmailzadənin kimə yazıldığı məlum olmayan sözləri ilə yaralamağa cəhd göstərmişik. Neyniyim? Mən səni sevə bilmədim. Atsız çiçəkləri, otları sevdim, yaxınları sevdim, yadları sevdim, ürəyimə yatan adları sevdim. Neyniyim? Tək səni sevə bilmədim. Azərbaycanda sevgi haqqında çoxlu mahnılar var. Hamımızın çox sevdiyimiz və sevə-sevə dinlədiyimiz mahnılar. Ancaq bu mahnıların çoxu ayrılıq barədədir. Dönüklük, xəyanət, vəfasızlıq barədədir. Və hədəf də təbiidir ki, xanımlardır. Ancaq qədrini çox vaxt gec bildiyimiz, qiymətini ayrılıq anında ya itirəndən sonra anladığımız, həmişə bizə dayaq olan, kömək olan, ruh verən, ruhdan düşməyə imkan verməyən, işləməyə, yaşamağa həvəsləndirən xanımlar haqqında mahnılar yazılıbmı? Çox axtardım. Axtardım, ancaq təəssüf ki,
arzuladığım mahnını tapa bilmədim. Yadıma təqribən 10 il bundan əvvəl eşitdiyim gözəl bir nəğmə düşdü. Tanju Okan'ın Kadınım mahnısı. Çox təsirli hekayəsi olan gözəl bir nəğmə. Sözləri Mehmet Teoman'a, musiqisi Serge Reggian'a məxsus olan fransız mahnısı. Mahnının çox maraqlı və qəmli bir tarixçəsi var. Tanju Okan 70-ci illərdə Türkiyədə çox populyar bir müğənnidir. Fasiləsiz konsertlər verir, qastrol səfərlərinə çıxır, filmlərə çəkilir. Çox imkanlı, varlı müğənnilərdən biridir. Çox sevilir Türkiyədə və dünyada da tanınır. Və 70-ci illərdə yaş gözündən xeyli kiçik bir qızı sevir. Varlı bir ailənin qızı olan Zərrin Erdoğan'ı. Ailə bundan xəbər tutur və təbiidir ki, buna etiraz edir. Həm aralarındakı yaş fərqi, həm Tanju Okan'ın içkiyə çox meyilliliyi, evlənib ayrılması və digər səbəbləri əsas götürüb Zərrinə Tanju Okan'la görüşməyi qadağan eləyirlər. Bir nəticə alınmayanda qərara gəlirlər ki, qızı oxumaq üçün Amerikaya göndərsinlər. Tanju Okan görüşə bilmir Zərrinlə. Və görüşmək üçün elə evin qarşısında növbə tutur. Bütün günü gözləyir ki, bəlkə Zərrini görə bildim. O gözləyir və həmin günlərdə, onun gözlədiyi günlərdə Zərrini arxa qapıdan qaçırdı, Amerikaya yola salırlar. Və bundan sonra Tanju Okan daha çox içməyə başlayır. Özünü idarə etməz səviyyəyə düşür. Fasiləsiz içir. Və belə günlərdə yanında Mehmet Teoman olur. Onu qorumağa çalışan, ona dəyər verən, onu çox sevən dostu Mehmet Teoman. Yenə belə günlərin birində Teoman Tanju Okan'la birlikdə onun evinə gəlir. Tanju Okan yenə içib, sərxoşdur və tez də yatır. Teoman həmin gün bir val alıb. Serge Reggiani'nin yeni çıxmış valını və qərara gəlir ki, ona qulaq assın, bir müddət gözləsin, sonra evinə getsin. Vala qulaq asır mahnılara, çox gözəl mahnılardır və onların içərisində bir mahnı onun diqqətini xüsusilə cəlb edir. Taler dün şanson adlanan mahnıya dönə-dönə qulaq asır. Avec des mots faciles et ton air difficile, avec tes mots d'amour qu'on ne comprend pas toujours, t'as l'air d'une chanson qu'on chante à la maison. Oh. Il y a des jours où tu sais, tu n'es pas un succès. Il y a des jours où ton père n'est sûrement pas Prévert, mais t'as l'air d'une chanson qu'on chante entre garçons. Oh. Ma femme, la 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 la, ma femme, la 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 la. Ça fait belle lurette que je t'ai dans la tête. T'es pas la Madelon, mais t'as l'air d'une chanson qu'a fait bien d'autres guerres dont j'étais l'adversaire.
Et puis malgré les crises, malgré même un exode, comme le temps des cerises, t'es revenu à la mode. T'as l'air d'une chanson fidèle à son violon. Oh, ma femme. La, 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 ma femme. La, 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 tu es faite de quoi? 4 coups de crayon, 2-3 notes de joie et beaucoup de brouillon. Et tu racontes quoi? Une histoire qui me plaît. Si je ne suis pas toujours là dans tous les couplets, je reviens au refrain et j'appelle ça l'amour. Tu es faite de quoi? Tu es faite de moi. Toi, ma femme. La 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 la, ma femme. Il y a des jours où tu sais, tu n'es pas un succès. Il y a des jours où ton père n'est sûrement pas Prévert, mais tu es la chanson qui ne doit pas finir. Je te joue longuement, je me trompe souvent, car depuis tant de temps que je t'apprends par cœur, j'ai encore peur de ne pas te retenir. Ma femme. La 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 la, ma femme. La 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 Qulaq asır, Tanju Okan'ı düşünür, onun Zerrin Erdoğan gedəndən sonra düşdüyü durumu düşünür, evə baxır, dağılmış əşyalara baxır və birdən qələmi götürür və musiqiyə uyğun olaraq mətn yazmağa başlayır. Belə yaranır məşhur Qadınım şeiri. Mehmet Teoman'ın, Serge Reggiani'nin Thaler d'une chanson mahnısına yazdığı Kadınım şeiri. Eşyalar toplanmış seninle birlikte. Anılar saçılmış odaya, her yere. Sevdiğim o koku yok artık bu evde. Sen kıyıda köşede gülüşün kaybolmuş. Ne olur terk etme, yalnızlık çok acı. Bu renksiz dünyayı sevmiştik birlikte. Sen kadınım, kadınım, kadınım. Hatırla o gün karşıki sokakta, seni öptüğümü ilk defa hayatta. Kollarımda benim ilkbahar sabahı. Sen. Sönmüş ışıklar. Ev nasıl karanlık. O ılık aydınlık yuvamız soğumuş. Geceler bitmiyor. Ağlıyorum artık. Sen. Kadınım. 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 Masamız köşede öylece duruyor. Bardaklar boşalmış, her biri bir yerde.
Sanki hepsi hasret senin nefesine. Sen kadınım, kadınım, kadınım. Bana bıraktın bütün bu hayatın, yaşanan aşkların değeri yok artık. Ben sensiz olamam, artık anlıyorum. Sen... Şimdi çok yalnızsın. Ne olur kal benimle. O kapıyı kapat. Elini ver bana. Dışarıda yalnız üşüyorsun sen. Kadınım, 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 kadınım. Cümcüm eləyir əvvəlcə özü. Dayana bilmir. Tanrı Okanı qaldırır. Qalx deyir. Qalx, qulaq as. Tanrı Okan qalxır. Cümcüm eləyir, oxuyur. Mehmet Teoman. Vala qulaq asasa türkçə oxuyur. Dayana bilmir Tanrı Okan. Onun əlindən kağızı çəkir və özü oxuyur. Və çox gözəl oxuyur. Dərhal müəyyən adamlarla əlaqə saxlanılır. Mahnı aranjman olunur və bir həftə ərzində Tanrı Okan studiyaya girərək məşhur Qadınım mahnısını oxuyur. Sözləri Mehmet Teoman'a, musiqisi Serge Reggiani'yə məxsus olan Fransız Türk mahnısını. Eşyalar toplanmış seninle birlikte, anılar saçılmış odaya her yere. Sevdiğim o koku yok artık bu evde. Sen kıyıda köşede gülüşün kaybolmuş. Ne olur terk etme, yalnızlık çok acı. Bu renksiz dünyayı sevmiştik birlikte. Sen kadınım, la 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 li da la li da la li da la, kadınım, da li da la li da la li da la li da la. Hatırla o günü karşıki sokakta, seni öptüğümü ilk defa hayatta. Kollarımda benim ilkbahar sabahı. Sen sönmüş bak ışıklar, ev nasıl karanlık. O ılık aydınlık, yuvamız soğumuş. Geceler bitmiyor, ağlıyorum artık. Sen kadınım, la 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 li da la li da la li da la, kadınım, da li da la li da la li da la. Eşyalar toplanmış seninle birlikte, anılar saçılmış odaya her yere. Sevdiğim o koku yok artık bu evde. Sen masamız köşede öylece duruyor. Bardaklar boşalmış her biri bir yerde. Sanki hepsi hasret senin nefesine. Sen kadınım, dari dara dari dara dari dara dari dara dara, kadınım, dari dara dari dara dari dara dari dara.
yarattığım bütün bu hayatın, yaşanan aşkların değeri yok artık. Ben sensiz olamam artık, anlıyorum. Sen şimdi çok yalnızım, ne olur kal benimle. O kapıyı kapat, elini ver bana. Dışarıda yalnız üşüyorsun sen. Kademim Tanju Okan'ın Qadının mahnısı çox sevilir. Əksər müğənnilər bu mahnını ifa etməyə cəhd göstərirlər və oxuyurlar. Ancaq heç biri Tanju Okan səviyyəsinə qalxa bilmir. Bu mahnını sevə-sevə oxuyanlardan biri də tanınmış türk müğənnisi Nükət Durudur. O, Qadının mahnısı haqqında danışanda bu mənim həyatımı dəyişdirdi deyir bu mahnı. Eşyalar toplanmış seninle birlikte, anılar saçılmış odaya, her yere. Sevdiğim o koku yok artık bu evde. Sen Kıyıda köşede gülüşün kaybolmuş. Ne olur terk etme, yalnızlık çok acı. Bu renksiz dünyayı sevmiştik birlikte. Sen kadınım. Kadınım. Hatırla o günü karşıki sokakta, seni öptüğümü ilk defa hayatta. Kollarımda benim ilkbahar sabahı. Sen Sönmüş bak ışıklar, ev nasıl karanlık. Oğluk aydınlık, yuvamız soğumuş. Geceler bitmiyor, ağlıyorum artık. Sen kadınım. Kadınım. Eşyalar toplanmış seninle birlikte, anılar saçılmış odaya, her yere. Sevdiğim o koku yok artık bu evde. Sen Masamız köşede öylece duruyor. Bardaklar boşalmış, her biri bir yerde. Sanki hepsi hasret senin nefesine. Sen kadınım. Kadınım.
hayatın, bütün bu hayatın, yaşanan aşkların değeri yok artık. Ben sensiz olamam, şimdi anlıyorum. Sen Bak çok yalnızım, ne olur kal benimle. O kapıyı kapat, elini ver bana. Dışarıda yalnız yalnız üşüyorsun. kadınım, kadınım. Tanju Okan'ın oxuduğu Qadının mahnısı Amerika Birləşmiş Ştatlarında təhsil alan Zərrin Ərdoğanın da çatır. Qulaq asır mahnıya, hekayəni eşidir. Öyrənir ki, bu mahnı ona həsr olunub və onun Amerikaya getməsindən sonra Tanju Okan çox ağır günlər yaşayır. Və o ağır günlərin yadigarıdır bu mahnı. Qayıdır geri. Atasının, anasının sözünə qulaq asmır, qayıdır və evlənirlər. Tanju Okan söz verir ki, bundan sonra içməyəcək. Və çox sevdiyi dostlarından, içkidən və siqaretdən ayrılacaq. Ancaq sözünün üstündə uzun müddət dayana bilmir, ailədə gərginliklər başlayır və 14 ay çəkən bu evlilikdən sonra bir-birini dəlicəsinə sevən Tanju Okan və Zərrin Ərdoğan ayrılırlar. Ondan sonra Tanju Okan'ın uğursuz günləri başlayır. Arabeskin meydanı bütünlüklə ələ aldığı günlər Tanju Okan kimi sənətkarları biraz unutturur. Əvvəlki qədər axtarmırlar onu. Əvvəlki qədər konsertlər verə bilmir. Əvvəlki qədər qazana bilmir. Vəziyyəti günü-gündən çətinləşir və günlərin bir günü ağır xəstələnir. Serroz diaqnozu qoyulur. Ayağında da qanqrena başlayır və sol ayağını kəsirlər. Bir tərəfdən xəstəliklər, bir tərəfdən maddi durumun ağır olması Tanju Okan'ı ümidsizləşdirir. Çox ağır günlər yaşayır və o günlərdə oğlu Tansu atasının yanında olur. Barışırlar, münasibətlərini düzəldirlər. Uzun müddət görüşməyən ata-oğul. Və bir vaxt çoxlu pullar qazanan, çox imkanlı müğənnilərdən olan Tanju Okan özünə çox çalışır ki, pensiya düzəltsin. Nəhayət istəyinə nail olur, ona əmək pensiyası kəsirlər. Ancaq xəstə olduğuna görə pensiyanı almaq üçün özü gedə bilmir. Oğlunu göndərir. Oğlunu göndərir ki, getsin onun pensiyasını alsın. Tansu gedir banka. Orada ona başı salırlar ki, oğlu da olsa
pensiyanı ona verə bilməzlər. Ancaq Tanju Okan'a çox böyük sevgi, çox böyük hörmət olduğundan bank işçilərindən biri razılaşır ki, özü pulu götürsün və aparsın evdə Tanju Okan'a təqdim eləsin, həm də sevdiyi bu böyük müğənnini görə bilsin. Oğlu Tansu ilə birlikdə evə gəlirlər və Tanju Okan'ın öldüyünü görürlər. Türkiyənin bu böyük müğənnisi, Türkiyənin bu möhtəşəm səsi 57 yaşında çox ağır vəziyyətdə dünyasını dəyişir. Ancaq ölümündən sonra Tanju Okan sevənlərin sayı biraz da artır. Qiymətini, dəyərini daha çox bilməyə başlayırlar. Onun nə qədər böyük səs, nə qədər böyük sənətkar olduğunu daha dərindən anlayırlar. Tanju Okan artıq yoxdur. Zərrin Erdoğan ola bilsin ki, yaşayır. Tanju Okan'dan ayrılandan sonra ailə də qurur. Sonra nə olduğu, başına nələr gəldiyi məlum deyil. Ancaq Qadınım şarkısı qalıb. Bizi, bizim üçün dəyərli olan xanımlarımızı qorumağa çağıran, onların dəyərini, qiymətini bilməyə sövq edən çox dəyərli, çox gözəl mahnı. Dünya durduqca yaşayacaq, unudulmayacaq fransız, türk nəğməsi.